Hər kəsə salam, kanalımın dəyərli xanımları. Bugün vloqu alış-verişə gedərkən başlatdım. Çünki alış-veriş vloqlarını çox istəyirsiniz. Son vaxtlar bu haqqda bir neçə dənə rəy oxudum. Düşündüm ki, onsuz da mağazinə gedirəm. Bunu da sizin üçün çəkim, paylaşım. Mağazinə gedərkən çox vaxt anamı çağırıram ki, uşaqlara baxsın, mən də rahat alış-veriş edə bilim. Amma bu dəfə gələ bilmədi. Məlumdur ki, yol çox uzaqdır. Mən də heç israr eləmədim, qıymadım ki, o boyda yolu gəlsin. Götürdüm uşaqların ikisində getdiyi birlikdə mağazinə. Düzdür, Tamerlanla alış-veriş etmək mənim üçün olduqca çətindir. Çünki bir yerdə dayanmır. İstəyir ki, mağazindən bayıra getsin. Belə də olanda mən bilmirəm ki, Tamerlana baxım, yoxsa alış-veriş edim. Yaxşıdır ki, Leyla var. Mənə çox kömək olur. Mağazində, səbətdə biraz Tamerlanı sürür. Mən də çalışıram ki, tez bazar nə lazımdırsa alım, qaydaq evə. Buradasan. Qapının yanındasan. İndi qulaq as. Bax indi. Asar axıra qədər çıxar. İlk balını çıxarırsan bunu baxır. Deməli xanımlar, Tamerlanı sakit saxlamaq üçün mağazindən icazəsini alıb, çipsi götürüb verirəm ki, yesin, başı qarışsın, qaçmaq istəməsin. Sonra axırda kassada boş çipsi kulokunun pulunu ödəyirəm. Bunu etməkdə məqsədim odur ki, təki Tamerlan sakit otursun.
Xanımlar, hər zaman alış-veriş edəndən sonra Baku Store'dan içəri daxil olarkən qapı ilə üzbəüz ətir mağazini var. Demək olar ki, hər zaman alış-verişimi bitirdikdən sonra oradan özüm üçün ətir alıram. Mənim oranın ətirlərindən xoşum gəlir. Qalıcılığı uzun müddət olur. Plakatda da gördüyünüz kimi aksiyaları var. Bu qətiyyən reklam deyil. Hər zaman özüm alıram, istifadə edirəm və bunu sizə də məsləhət görürəm. Başqa mağazinə yağ dokusu alanda parfümü yağın üzərinə o qədər püskürdürlər ki, belə olanda ətrin qalıcılığı olmur. Amma bunlarda yağı çox edirlər, parfümü az. Bu da mənim çox xoşuma gəlir. Çünki belə olanda qalıcılığı uzun müddətli olur. Və xanımlar, bura gələndə ikinci mərtəbəyə çıxmamaq mümkün deyil. Mən ev üçün aksesuarlara baxmağı çox xoşlayıram. Belə mağazinləri gəzəndə mən yorulmuram, əksinə dincəlirəm. Evə aid hər əşya var və belə mağazinlərdə mənim diqqətimi çəkir. Tamerlanı uşaq üçün oyun yerinə qoysam da orada qalmadı, çünki şarları, sürüşkəni yığışdırıblar. Səbəbini də soruşdum, təmizlik işləri gedir ona görə. Baxın xanımlar, uşaqlar üçün qəşəng zontiklar var idi. Münasib, yaxşı qiymətə paltarlar, ev üçün, bayırlıq geyinmək üçün. Demək olar ki, hər bir şey var idi. Belə mağazinləri gəzəndə evə getmək istəmirəm. Tələsən yerim olmasaydı, mən burada axşama kimi gəzərdim, baxardım. Təəssüf ki, uşaqla bu mümkün olmur. Və xanımlar, artıq biz mağazindən çıxmışıq. Getdim kartdan mənə lazım olan qədər pulu çıxardım. Çünki pulum kartda olur, əlimdə xərcləməyə pulum yox idi. Çünki mənə xərclik pul lazımdır. Leylaya məktəbə gedəndə mən pul verirəm ki, istədiyi yeməyi alıb yeyə bilsin. Təbii ki, tək Leyla üçün yox. Kartoşka, soğan satılan yerlərdə təəssüf ki, hələ də kart sistemi yoxdur. Bu səbəbdən də nəqd pul lazım olur. İndi isə gedirik maşına benzin vurmağa. Bu dəfə benzin xeyli düşmüşdü aşağı. Halbuki mən heç vaxt qoymuram ki, benzin yarıya düşsün. Çünki yoldaşım mənə getməmişdən öncə dönə-dönə tapşırıb ki, qoyma ki, benzin aşağı düşsün. Və xanımlar, mənim başıma belə bir situasiya gəldi ki, demək xanımlar, mən Polnubak benzin vurdurdum. Vurdurarkən də demişəm ki, 92 və 1 ilə vurun. Onlar da Polnubak elədi. 49 manat məndən pul istədi. Mən də təbii ki, pulu ödədim və getdim evə. Hərsi gündə biz getdik Hövsana anamgilə. Biz Hövsana gedərkən də hər zaman benzin 5 manat yandırır və benzin göstərən yerdə neçə şkala aşağı düşürsə mən bunu bilirəm. Anamgildən qayıdandan sonra getdim yenə benzin dolduran yerə və dedim ki, Polnubak edin. Xanımlar, bir də nə görsəm yaxşıdır. Bu arada biz artıq çatmışıq evə. Bu dəfə sizinlə birlikdə yerbeyer etmirəm. Sadəcə setkada olanları boşaldıram ki, həm sizə göstərim, həm də yerbeyer edə bilim. Sizə yerbeyer edərkən göstərməməyimin səbəbi odur ki, yoldaşımın bibisi bizə gəlmişdi. Əyləşib onunla söhbət edirdik. Artıq gecə 1 idi, 2 işləyirdi. Mən sizsiz tez bazar yerbeyer etdim ki, yataq ki, səhər Hövsana gedəcəyik. Hə xanımlar, demək qaldığımız yerdən davam edək. Mən benzin vurdurandan sonra uzağı 5 manatlıq yol sürmüşəm. Hər zaman da Hövsandan qayıdandan sonra mütləq gedirəm, benzin olsa belə yenə üzərini doldurdururam ki, mən gündəlik məktəbə gedib gəlirəm. Leyla məktəbdən axşam vaxtı çıxır. Bir də benzin üçün o tərəfə getməyim. Bu səbəbdən də Hövsandan qayıdandan sonra mütləq təzədən Polnubak elətdirirəm. Və xanımlar, bu növbəti gündür biz artıq gedirik Hövsana. Hə xanımlar, demək getdim benzin yerinə. Dedim ki, yenidən Polnubak eləsinlər. Bir də baxıram ki, 5 manat keçdi, 10 manat keçdi, 20 manat keçdi, 30 manat keçəndə artıq benzin vurana dedim ki, bir dəqiqə onu saxlayın.
saxlayın. Saxlatdırdım və dedim ki, mən burdan heç nə anlamadım. Dünən bura gəlmişəm, polnubak benzin vurdurmuşam və növbəti gündür bura gəlirəm. Siz mənə sanki sıfırdan polnubak benzin vurdururmuşam kimi benzin vurursunuz. Bunun izahını istədim və onlar da tapa bilmədi. Maşında heç yerdən benzin axıtmır. Heç bir yerində problem yoxdur. Bəs bunun səbəbi nədir? Onlar da dedi ki, biz bilmirik. Ola bilsin ki, bundan öncəki benzin vuran oğlan sizin benzini naporla vurub. Buradan bunu deməyimdə məqsədim odur ki, ola bilər ki, belə bir hadisə bir çoxunuzun başına gəlir, amma mənim başıma ilk dəfə idi belə bir hadisə gəlirdi və mən hələ də səbəbini bilmirəm. Amma bunu çox yaxşı bilirəm ki, benzin vurduran yerlərdə min illərsə insanları bu cür aldadırlar. Mənə elə gəlir ki, bu haramçılıqdır. Naporla benzin vuraraq benzin yox, hava doldururlar və bu üsulla insanları aldadaraq öz ailələrinə, evladlarına haram çörək yedizdirirlər. Sizinlə söhbət edə-edə artıq Hövsana da çatdım. Əvvəlcə Tamerlanı çöpçüyə aparıb, sonra gedəcəm anamgilə. Xanımlar, çöpçü deyəndə bir xanımın rəyi yadıma düşür ki, uşağı çöpçüyə apardığıma görə mənə demişdi ki, sən cahilsən. Amma bilirsiniz ki, bu heç də belə deyil. Bunun cahilliklə heç bir əlaqəsi yoxdur. Tamerlanın boğazında çöp yığılan zaman o qətiyyən yemək yemir. Gecələri çox pis yatır, demək olar ki, heç yatmır. Gün ərzində çox kaprizni olur və indi artıq yavaş-yavaş danışa bilir deyə özü mənə deyir ki, çöpüm var. Məsələn, keçən dəfə evdə mandalin yemişdi və o gündən sonra Tamerlan gecələri yatmadı. Yeməkdən də kəsildi, yemək də yemədi. Apardım Hövsandakı çöpçüyə, elə mandalini onun boğazından çıxartdı. Əgər bu cahillikdirsə, çöp deyilən bir şey yoxdursa, bəs bunlar necə baş verir? O xanım Tamerlanın evdə yediyi mandalini hardan bilirdi ki, onun boğazından mandalin çıxartsın? Və bundan öncə də Tamerlan evdə popcorn yemişdi. Apardım çöpçü xanımın yanına, Tamerlanın boğazından popcornu da çıxartdı. Demək ki, bunun cahilliklə heç bir əlaqəsi yoxdur. Deyəcəksiniz ki, bəs xarici ölkədə niyə bunlar baş vermir? Düzdür xanımlar, xarici ölkədə çöpçü deyilən bir sənət yoxdur. Amma onlar həkimə apararaq mini əməliyyat yolu ilə uşaqların boğazından yad cisimləri xaric edirlər. Buna neçə dəfə internetdə özüm şahid olmuşam. Mənə elə gəlir ki, əməliyyatlara düşməkdənsə çöpçü xanımın yanına getmək daha yaxşıdır. Və xanımlar, gördüyünüz kimi artıq anamgildəyəm. Anamgilin binası da, çöpçü xanımgilin binası da hal-hazırda remont olunur və lift yenilənir. Bu səbəbdən də hər iki binanın da lifti işləmədiyinə görə Tamerlan qucağımda biri 7-ci mərtəbədə yaşayır, anamgil isə 9-cu mərtəbədə. Təsəvvür eləyin ki, Tamerlan qucağımda, əlimdə də setkalar, mən yuxarı qalxmışam. Xanımlar, o qədər öyrəşmişəm ki, həyət evinə. Elə bil ki, sanki mən heç bina evində böyüməmişəm. Əvvəllər heç liftə minmirdim, piyada özüm qalxırdım. Amma indi ürəyim buna heç dözmür, saatlarla çırpınır. Gərək bir gün həkimə gedim, ürəyimi yoxlatdırım. Çünki ürəyimdən şikayətlərim çoxdur. Tez təngi nəfəs oluram, heç pilləkana çıxmasam belə və ürək döyüntüm məni narahat edəcək qədər çox döyünür. Biraz balkona çıxdıq, nostalji hisslər yaşadıq, keçmişdən danışdıq, gələcəkdən bir-birimizə bəhs elədik. Tamerlana da balkondan aşağı baxmaq olduqca maraqlı gəlir. Çünki Tamerlan həyət evində böyüyüb, bu cür hündürlüyə öyrəşməyib. Və xanımlar, artıq gec idi, hava da qaralmışdı. Biz artıq yola düşdük, gedirik evə. Evə gedib çatan kimi, paltarlarımı dəyişən kimi koridordakı şkafın sirməsini yığışdırmaq istəyirəm. Xanımlar, bilmirəm siz necəsiz, amma mən beləyəm ki, bir iş görəcəmsə, başımda onun planını qururam. Hara getsəm də o haqda düşünürəm. Nəyi necə edəcəm, nəyi harasa qoyacam. Ətraflı düşünürəm və sonra işimə başlayıram. İşimi də görəndə çox həvəslə görürəm. Öncədən düşünmək mənim bütün işimi asanlaşdırır. Baxın xanımlar, görün sirmə nə günə düşüb. Burada nə istəsən tapmaq olar. Buranı bu günə Tamerlan salır, oturacağın üzərinə çıxaraq bu sirməni də darmadağın edir. Bu sirmədən də lazımsız çox əşya atmışam. Sadəcə olaraq qısaldılmış variantını sizinlə paylaşıram. Güya ki, bu sirmədə mən yalnız saç aksesuarları saxlayacaqdım, üzümə tətbiq etdiyim maskaları saxlayacaqdım, amma adın çəkdiklərimdən çox lazımsız əşyalar burada yer tutur.
Götür. Hadi. Və xanımlar, vloqun sonuna gəldik, çatdıq. Axıra kimi mənə baxdığınıza görə sizə təşəkkür edirəm. Əgər mənə dəstək olmaq istəyirsinizsə, kanalıma abunə olaraq bunu edə bilərsiniz. Bu məni çox sevindirər, növbəti vloqlar üçün həvəsləndirər. Növbəti vloqda da birlikdə maşını yuyarıq. Sağ olun, salamat qalın.